Salam. Dilin 3-cü sınağının izahları. Suxurların mütləq yaşı. Suxurların mütləq yaşı nəyə əsasən təyin olunur? Suxurların mütləq yaşı suxurlarda radioaktiv elementlərin parçalanma müddətinə əsasən müəyyən edilir. Birinci sualda cavabımız C variantıdır. İkinci suala baxaq. Sxemi tamamlayın. Kembri, sonra gələcək Ordovik, Silur, Devon, daş kömür, Perm. Cavab Y variantı. Üçüncü suala baxaq. Uyğunluğu müəyyən edin. Geosinklinanın inkişafının birinci mərhələsi, bir də ikinci mərhələsi. Geosinklinanın inkişafının birinci mərhələsinə uyğundur A. Yer qabığının böyük bir hissəsi enməyə başlayır. Daha sonra B. Suxurlar qismən metamorfizləşir. Daha sonra Y. Dəniz hövzələrinin dibində qalın çökmə suxur qatı formalaşır, toplanır. Deməli A, B, Y. A, B, Y, B variantına uyğun gəlir. Birinciyə uyğun gedir. İkinciyə isə C, yer qabığının ayrı-ayrı hissələrində qalxma baş verir. Çünki bir hissəsi enir, bir hissəsi qalxır. D, çökmə suxur qatlarının parçalanması, çoxlu sayda enmə və qalxmaların yaranması, yəni antiklinal, sinklinalların yaranma olur ikinci mərhələdə. Antiklinal, sinklinallar birləşir üçüncü mərhələdə. F-də isə deyir, çökmə suxurların toplanması ilə yanaşı vulkanizm fəaliyyəti artır. Bəli. Deməli, B variantıdır cavab. A, B, Y birinciyə, C, D, F ikinciyə aiddir. Üçüncüyə baxırıq. Cədvəli tamamlayın. Platformalar Şimali Amerika. İndi Şimali Amerikada biz platforma tapmalıyıq ikincidə. Birdə isə deyir Gviana yaylası. Gviana yaylası hansı materikdə yerləşir? Cənubi Amerika materikində. Deməli, birinci Cənubi Amerika ilə başlamalıdır cavab. Bu da A variantına uyğundur. Cənubi Amerikada Gviana yaylası, ikinci Şimali Amerikada qalxan sipər nədir? Labrador yarımadasıdır. Labrador yarımadasında da dəmir filizi var, düzdür. İndi Gviana yaylasında hansı faydalı qazıntı var? Boksit var. Yəni alüminiumun xam malı olan boksit var. Deməli, cavab olacaq A variantı. 1-ə uyğun getdi Cənubi Amerika, 2-yə uyğun getdi Labrador yarımadası, 3-ə də boksit. Xəritə sxemi əsasən geosinklinanın inkişafının 3-cü mərhələsində əmələ gəlmiş dağların yerləşdiyi əraziləri müəyyən edin. 3-cü mərhələdə seysmik dağlar yaranıb, seysmik dağlara uyğun gələn rəqəmlər. Deməli, 4 Ant dağları, 1 Himalay dağları, bir də 6 Alp dağlarını seçəcəyik. 1, 4, 6. 1, 4, 6 cavab B variantı. 6-cı sual. Kimyəvi aşınmanın intensiv getdiyi əraziləri müəyyən edin. Kimyəvi aşınma rütubətli ərazilərdə intensiv gedir. Biz də rütubətli əraziləri seçməliyik. Məsəl üçün, Böyük Britaniya adası mülayim dəniz iqlimində yerləşir, il boyu yağıntılıdır. Biri seçdik. Meksika yaylası quraqdır, seçmirik. Böyük hövzə yaylası quraqdır, seçmirik. Yava adası İndoneziyanın paytaxtı Jakarta burada yerləşir. Ekvatorun düz altındadır. Ekvatorial, subekvatorial iqlimdə yerləşir. İl boyu yağıntılıdır bir hissəsi. Ona görə bunu da seçirik. Bir də Malakka yarımadası. Həm ekvatorial, həm subekvatorial iqlimdə yerləşir. Cənubi ekvatorialda olduğuna görə il boyu yağıntılıdır. Bunu da seçirik. Deməli 1, 4, 6. Cavab B variantı. İndi burada qaranlıq qala bilər. Somali yarımadası da subekvatorial iqlimdədir. Bəs niyə onu seçmirik? Biz burada seçirik il boyu yağıntılı əraziləri. Məsəl üçün, Böyük Britaniya adası mülayim dənizdə yerləşir. Yava ilə Malakkanın bir hissəsi ekvatorialda yerləşir. Ona görə bunları seçmək daha məqsədə uyğundur. 1, 4, 5 cavab Y variantı. 7-ci sual. Azərbaycan ərazisində 8-9 ballıq zəlzələ zonasına aid ərazilər. Ümumiyyətcə 8-9 ballıq harda olur? Deməli, Naxçıvanda, Gəncədə, Şamaxıda. İndi bu əraziləri seçməliyik. Gəncə ətrafı ərazilər, Qapçıq zirvəsi ətrafı. Bəli, cavab A variantıdır. Xəritə sxemi əsasən paleogen çöküntülərin yayıldığı əraziləri müəyyən edin. Paleogen çöküntüləri Kaynazoyun paleogen erası. Bu əsasən Naxçıvan dağları, Talış dağları, bir də Qobustanın yüksək dağlıq hissələrini misal göstəririk ki, burada da hansı ki baxırıq. Məsəl üçün, Qobustanın yüksək dağlıq hissələri 6, Talış dağları 1, Zəngəzur dağları 3. 1, 3, 6 bizim doğru cavabımızdır. 9-cu suala baxaq. Şəkil, sxemə əsasən dağ silsilələrini müəyyən edin. Sxemə əsasən dağ silsilələrini müəyyən edək. 3120 Kükü dağıdır. Kükü dağ Dərələyazın ən hündür zirvəsidir. 1 olmalıdır Dərələyaz. 3724 Murov dağın, yəni Camış dağın ən hündür zirvəsidir. Camış dağda yerləşir, Murov dağda. Deməli, 1 oldu Dərələyaz, 2 oldu Murov dağ.
Üçüncü isə Şah dağ zirvəsidir 4243. Bu da yan silsilənən hündür zirvəsidir. Cavab oldu D variantı. 10-cu suala baxaq. Xəritə sxemi əsasən təknəvari dərələrin və gətirmə konuslarının yayıldığı əraziləri müvafiq olaraq müəyyən edin. Deməli, gətirmə təknəvari dərələr dağların başında yaranacaq, buz dərələri. Burada da ən hündür dağ zirvələrinə baxırıq ki, görək harda yerləşir. Məsəl üçün, bir də Şah dağ zirvəsi, bəli, təknəvari dərələr yarana bilər dağın başında. Gətirmə konusu isə dağdan düzənliyə keçən yerlərdə olur. Dağdan düzənliyə keçən yer burada hardadır? Məsəl üçün, Şirvan düzü. 1-3 bizim doğru cavabımız, cavab B variantı. Doğru sıraları müəyyən edin. Fikir veririk. Mis, Gədəbəy. Bəli, misin işarəsidir. Budur, Gədəbəy doğrudur. Doğruları seçirik. Neft, Kürdəmir. Muradxanlı Mollakənd yatağında bəli var. Neft, Kürdəmirdə var. Məsəl üçün, Mollakənd Kürdəmirdə yerləşir. Düzdür. Neft ehtiyatı tükənibdir orada. Amma doğrudur, götürə bilərik. Bunu sual işarəsi altında qoyaq. Digər variantlara baxaq. Civə, Kəlbəcər. Bəli. Civə yatağı Kəlbəcərdə, Ağ yataq Şorbulaq, Levçay. Doğrudur. Doğrudur. Və təbii qaz Lerik. Ümumiyyətlə Lerikdə neft qaz yoxdur. Dəmir filizi Daşkəsən. Doğrudur. Dəmiroğlu Hamançay Daşkəsəndə var. Qızıl Ucar yoxdur. Qızıl Ucar ancaq Qızıl Vejnəlidə, Zəngilanda, Qoşa, Gədəbəydə, bir də Söyüdlü Zod və yaxud da Qızılbulaq. Qızılbulaq, Zod və yaxud da Söyüdlü. Bu da isə Kəlbəcərdə yerləşir. 6 da yanlışdır. 1-3-5 doğru cavabımız, doğru cavab D variantıdır. Tektonik zonalara uyğun gələn relyef vahidlərini müəyyən edin. Ön Qafqaz çökməsi, Şollar düzü, bir də Samurdəvə çovalığı. Ön Qafqaz çökməsinə 1-3 aiddir. Kiçik Qafqaz qalxmasına aiddir. Murovdağ, Şahdağ, Peştəsər silsiləsi. Peştəsər silsiləsi də Buravar silsiləsi, Peştəsər silsiləsi Talış dağlarına aiddir. Talış dağlarının yuxarısında daha doğrusu yerləşir. Bunlar da həmçinin Peştəsər silsiləsi, Buravar silsiləsi, Talış dağları bunlar Kiçik Qafqaz tektonik zonasına aiddir. Tektonik zona olaraq. 1-3 Ön Qafqaz çökməsinə, yəni Şollarla Samurdəvə çovalığı Ön Qafqaz çökməsinə aiddir. 2-4-5 Kiçik Qafqaz qalxmasına aiddir. Cavabımız olur 12-ci sualda A variantı. Doğru bəndi müəyyən edin. Meylliliyi az, qalın çökmə sıxorlarla örtülmüşdür. Meylliliyi azdır, qalın çökmə sıxorlarla örtülüb nə? Materik dayazlığı. Bəli, materik dayazlığı olan variantlara baxaq. Ya A-dır, ya Y-dir, ya da C-dir. Materiklə okean yer qabığı arasında sərhəddir. Materiklə okean yer qabığı arasında sərhəd materik ətəyidir. Cavab A variantıdır. Bəli, səthi hamar olub okean dibinin əsas hissəsini tutur. Bu da abissal düzənlikdir. Yəni, okeanın platformasıdır. Səthi hamar da okean dibinin əsas relyefini tutur. Materiklə okean yer qabığı arasında materik ətəyidir. Meylliliyi az, qalın çökmə sıxorlarla örtülüb. Bu da nədir? Materik dayazlığıdır. 13-cü sualın cavabı A variantıdır. Eyler-Venn diaqramına uyğun gələn bəndləri müəyyən edin. Qafqaz dağları Balkan yarımadası seismik ərazidir. Nə? Qafqaz dağları. Ən hündür zirvəsi sönmüş vulkandır. Ümumiyyətlə, seismik ərazi həm Balkan yarımadası, həm Qafqaz dağları. Bu hər ikisinə aiddir. Alp-Himalay qırışıqlığına aiddirlər axı bunlar. Hər ikisinə gedir. Ən hündür zirvəsi sönmüş vulkandır. Bu Qafqaz dağları Elbrus zirvəsi 5642. Əhəng daşı sıxorlarla örtülüb. Kars platoları daha çox olur harda? Balkan yarımadasında əhəng daşından örtülür. Əhəng daşı suda həll olunan sıxurdur. Ona görə yerin daxilində bir mağaralar yaranır. Kars qıfları, Kars platoları yaranır. Balkan yarımadasında daha çox olur. Daha sonra ərazisində Kars platosu var. Yenə dedik Balkan yarımadası. Tetis okean qalığı hesab olunur hər ikisi. Tetis okean qalığı hesab olunan su hövzələri ətrafında yerləşir hər ikisi. Çünki daxili dənizlər ki var. Qara dəniz, Azov dənizi, Xəzər dənizi, Aral dənizi, Aralıq dənizi, Tirren dənizi, Liguriya dənizi, İoni dənizi, Egey dənizi, Mərmərə dənizi. Bunların hamısı
Kets okeanının qalığıdır. Cavabımız 14-cü sualda B variantıdır. 15. Kim Meri Alp Hersin qırışıqlığında Hersin dağımına gəlmə mərhələsində yaranmış dağları müvafiq olaraq müəyyən edin. Kim Meri dağımına gəlməsində yaranıb? Tibet, Kunlun, Çersk, Verxoyansk, Qayalı dağlar və buna başqa Sıxotalin dağlarında misal göstərə bilərik. Alp qırışıqlığında Alp Himalay qırışıqlığına daxil olan dağlar, həmçinin Atlas dağı, yəni bu Alp Himalay qırışıqlığına daxildir. Bir də Antikordiliyerə misal göstərə bilərik ki, Alp qırışıqlığında yaranıb. İndi Karpat dağı, bəli, Karpat dağını misal göstərə bilərik. Çünki Alp, Karpat, sonra Sudet, Apenin dağları, Pirney dağları, Balkan dağları, Türkiyədə Pont dağı, Azərbaycanda Gürcüstanla Ermənistan arasında olan Qafqaz dağları, İranda Kopet dağ silsiləsi, Zagros silsiləsi, İran-İraq sərhəddində. Bundan başqa Hindukuş, Pamir, Himalay, Karakorum, bunların hamısı Alp Himalay qırışıqlığında yaranıb. Ona görə Kim Meri qırışıqlığına aid elədik Kunlunu, Alp qırışıqlığına Karpatı, Hersinə isə Appalacı. Cavab D variantıdır. 16-cı sual. Uyğunluğu müəyyən edin. Amazon ovalığı, Braziliya yaylası. Yəni ovalığa aid olan, sineklizə aid olan, bir də antiklizə aid olan. Çünki dedik platformanın ovalığı olur sinekliz, enəni olur sinekliz, qalxanı olur antikliz. Bunlara aid olanı seçməliyik. Səthi hamar, düzənlik hamar ovalıq olar. Düzdürmü? A-ya getdi. Filiz mənşəli faydalı qazıntılar yaylalarda olur, antiklizlərdə olur. B 2-yə getdi. Geniş çay dərələrinə malikdir Amazon ovalığı. Ərazisində kəllə qənd relyef forması var. Bu Braziliya yaylasıdır. Səthi alluvial çöküntülərlə örtülüdür. Bu da Amazon ovalığına alluvialdır, akkumulyativdir. Ovalıqlar ümumiyyətlə akkumulyativ olur, alluvial olur. Yaylalar isə denudasyon olur. 16-cı sualın cavabı olur Y variantı. Sxemaya əsasən A zirvəsini müəyyən edin. Maraqlı bir sualdır. Fikir veririk. Bura qeyd edilib ki, bax bu dağ 3904 metr hündürlüyü var. A ilə da həmin bu Qapıcıq zirvəsi arasında 784 metr fərq var. O zaman yazırıq 3904 çıxılsın 784. O da bərabər olur 3120-yə. İndi 3120 hansı dağdır? Kükü dağdır. Dərələyəz silsiləsində. Cavab C variantıdır. Hərəkət istiqaməti yanlış göstərilmiş litosfer tavaları. Dedik cəmi 4 dənə tavamız var ki, qərbə doğru hərəkət eləyir. Yerdə qalan hamısı şərqə doğru hərəkət eləyir. Qərbə doğru hərəkət eləyən Şimali Amerika, Cənubi Amerika, Sakit Okean, bir də Karib tavasıdır. Yerdə qalanlar hamısı şərqə doğru hərəkət eləməlidir. İndi yanlışları seçək, görək hansı yanlışdır. Məsəl üçün, bura Naskaya yazıb, Naska tavasıdır bu. Cənubi Amerikanın yanında. Naska tavasına qərbə doğru hərəkətini yazıb. Bu yanlışdır. Deməli 3 yanlışdır. Daha sonra Afrikanı qərbə doğru hərəkət etdiyini göstərib. 4 yanlışdır. Çünki Afrika şərqə doğru hərəkət edir. Dedik yalnız 4 dənə tavamız qərbə, yerdə qalan hamısı şərqə doğru hərəkət edir. Bir də ikinci rəqəmə fikir veririk. Avrasiya tavasının qərbə doğru hərəkət elədiyini göstərir. Bu da yanlışdır. 2, 3, 4 yanlışdır. Cavab bizdən yanlışları soruşur. Y variantı. Kordilyer dağlarının mərkəz hissəsinə aid olan relyef vahidlərini müəyyən edin. Kordilyer dağlarının mərkəzində yerləşən yayla və platoları seçəcəyik. Qayalı dağlar xeyr, Kordilyerin şərqindədir. Böyük Hövzə yaylası doğrudur. Kolorado platosu doğrudur. Meksika yaylası doğrudur. Bunlar Kordilyerin mərkəz hissəsində yerləşirlər. 20-ci suala baxaq. Əlamətlərin aid olduğu relyef vahidini müəyyən edin. Deyir ki, Boliviya-Çili sərhəddində yerləşən yayladır. Ant dağlarında yerləşir. Quraqlığa davamlı bitkilərlə örtülüb, söhbət altiplanodan gedir. Cavab Y variantı. Sxemə əsasən uyğun gələn relyef vahidini müəyyən edin. Fikir veririk, antiklinalı, sinklinalı göstərib. Yəni demək istəyir ki, bura baxın sinklinal, antiklinal, yəni bura geosinklinal ərazidir. Biz geosinklinal ərazini seçməliyik. Əjdaha dağı xeyr, qədim dağdır. Darfur platosu xeyr, platformadır. Atlas dağlar, bəli, cavab Atlas dağlardır, geosinklinal ərazidir.
Hammersel dağları xeyr, Avstraliyada yerləşir. Avstraliyada ümumiyyətlə geosinklinal yoxdur. Şərqi Afrika yaylası isə Şərqi Afrika yaylası seismik ərazidir, amma geosinklinal deyil. Ona görə cavabımız C variantıdır. İyirmi ikinci suala baxaq. Sxemi tamamlayın. Birinci, filiz faydalı qazıntılar. Biz ancaq filizləri deməliyik. Deməli, Afrikada nə var? Afrikanın mərkəzində hansı filiz faydalı qazıntı var? Məsəl üçün mis var. Mərkəzi Afrikada mis var. Mərkəzi Afrikada yerləşir Kongo Demokratik Respublikası. Yəni 1-ə mis getsə, 3-ə də Kongo getməlidir. İndi 2-yə baxaq. Cənubi Amerika. Cənubi Amerikada dəmir var, alüminium var. Harda var? Braziliya yaylasında, Gviyana yaylasında. Yəni bunları seçməliyik. İndi fikir verirsiniz, 2-yə getdi dəmir, 4-ə də getdi Braziliya. Bəli, cavabımız elə A variantıdır. Zaten mis dünyada birinci mis qurşağı Ant dağlarıdır. Yəni əsasən də Çilidə Chuquicamata yatağında açıq sulla çıxarılır. Dünyanın ən böyük yatağıdır. Mis yatağıdır. İkinci yerdə də mis qurşağı Afrikanın mərkəzidir. Ümumiyyətlə, yaylalarda filiz faydalı qazıntıları olur. Məsəl üçün, Braziliya yaylasında da dəmir filiz var. Xəritə sxemdə işarələnmiş ərazilərə aid xüsusiyyətləri müəyyən edin. Baxa görək hansı ərazi işarələnib. Fikir veririk, işarələnmiş ərazi La Plata ovalığıdır. Bir də burada işarələnib hara? Meksika sahili ovalıq. Yəni, hər ikisi platformadır, hər ikisi ovalıqdır. Ovalıqdırsa akkumulyativdir, alluvialdır. Burada toplanma prosesləri gedəcək, səthi hamardır. Yəni, bu variantları seçməliyik. Denudasiyondur, yanlış. Denudasiyon Braziliya yaylasına qoysaydılar, Gviyana yaylasına, yaylaya qoysaydılar, seçərdik denudasiyondur. Amma ovalıqlar akkumulyativ olur. Alluvialdır, bəli, doğrudur, alluvialdır. Suxurların toplanması nəticəsində yaranıb, bəli, alluviallar toplanma nəticəsində yaranır. Qitələrin ən böyük düzənliyidir, xeyr. Şimali Amerikanın ən böyük düzənliyi Mississippi ovalığıdır. Cənubi Amerikada da Amazon ovalığıdır. Seismik cəhətdən sabit ərazidə yerləşir, bəli, doğrudur. Cavabımız 2, 3, 5. 24. Dağ silsilələrinin mütləq hündürlüklərinin artmasına görə müəyyən edin. Fikir verirsiniz. Murov dağ, Camış dağda ən hündür zirvəsi 3724. Qarabağ silsiləsi 2725 böyük kirsdir. Ləngəbiz silsiləsi, Ləngəbiz 180 metr Ağsu rayonunun ərazisindədir. Ən hündür zirvəsi 180 falan olar. Bir də Şahdağ silsiləsi, Qoca dağda ən hündür zirvəsi 3367 metr. İndi bunların artma ardıcıllığından düşsək, birinci gələcək Ləngəbiz. Daha sonra gələcək Qarabağ silsiləsi 2-3. Daha sonra Şahdağ silsiləsi, daha sonra Murov dağ. Yəni 2, 3, 4, 1. Var Şahdağ dağı. Şahdağ dağı Böyük Qafqazda yerləşir. Yan silsilənin ən hündür zirvəsi 4243. Var Şahdağ silsiləsi. Bu Kiçik Qafqazda yerləşir. Deməli, ona görə Kiçik Qafqazda yerləşir. Özü Erməni ilə sərhəddədir. Və ən hündür zirvəsi də Qoca dağdır. 3367 metr. Cavab oldu 24-də. Deməli 2, 3, 4, 1. 25-ə baxaq. Şimali Avropanın relyefinə aid xüsusiyyətləri müəyyən edin. Şimali Avropa Skandinaviya dağlarını əhatə eləyir. Buna başqa İslandiya aiddir bura. Şimali Avropanın ən hündür zirvəsi Kalxenpikkendir. 2469 metr. Fiord tipli sahillər burada yerləşir. Buzlaq mənşəli relyef formaları, moren təpələri, moren tirələri. Yəni bu variantları seçməliyik. Ən hündür zirvəsi Kalxenpikkendir. Düzdür 2469. Cavan dağlar xeyr, orada qədim dağlar üstünlük təşkil edir. Fiord tipli sahillərə rast gəlinir. 3 doğrudur. Valday yüksəkliyi burada deyil, Şərqi Avropadadır. Əvvəllər dəniz dayazlığı olmuş polderlər mövcuddur. Mövcuddur əslində. Məsəl üçün Danimarkada mövcuddur, amma əsasən polderlər Orta Avropadadır, Mərkəzi Avropadadır, Niderlanddadır. Amma mövcuddurmu burada? Bəli, Danimarkanın ərazisində rast gəlinir burada polderlərə. 1, 3, 5 doğru cavabımızdır. 26-cı sual. Seismik zonalarda yerləşən yaylaları müəyyən edin.
Məsəl üçün Anadolu yaylası Türkiyədə bəli seysmikdir. Geosinklinalın nə idi? Antiklinallıdır. Yəni bizə demək istəyir geosinklinalda yerləşən antiklinalları seç. Anadolu yaylası bəli doğrudur. Avstraliyada ümumiyyətlə seysmik ərazi yoxdur. Tibetdə, Afrikanın şimalında Həkar-Tibet Darfur platformadır. Orta Sibir platformadır yaylada olsa, amma Meksika ilə Colorado seysmik ərazidir. Hər ikisi yayladır. 1, 4, 6 doğru cavabımızdır. 27-ci suala baxaq. Vulkanlar, Pinatubo vulkanı. Pinatubo vulkanı harda yerləşir? Filippin ərazisində. A. Yəni bu burada. Kliç sopkası Kamçatka yarımadasındadır. C. Etna vulkanı Siciliya adasında yerləşir. B. Deməli Vezuvi yarımadada, yəni Apenində. Etna isə Siciliya adasındadır. Yəni B-dədir. A, C, B. Doğru cavabımızdır. Situasiyaya gəlirik. Deməli, Azərbaycan ərazisində ən qədim süxurlar eyni tektonik zonaya aid olan müxtəlif ərazidə aşkar edilmişdir. Onların yaşı 400-450 milyon ildən çoxdur. Bax, fikir verin, deyir, eyni tektonik zonaya. Bax, bu situasiyalar o qədər asan olur ki, özləri sual verir. Sualın içində də bir cavab var. Deməli, bir tektonik zonadadır bu. Və ən qədim süxurlar 400-450 milyon il yaşa malik olan süxurlardır. Bu da bilirik ki, Azərbaycanda ən qədim süxurlar Paleozoy erasının süxurlarıdır. Paleozoy. Alt Paleozoy Tovuzda, Əsrikçay, Zəyəmçay, üst Paleozoy Naxçıvanda Sədrək qalxmasındadır. Digər süxurların aid olduğu geoloji eranı yazırıq. Paleozoy. Tektonik zonada hansıdır? Kiçik Qafqaz tektonik zonası. Tektonik qalxması. Aha. 28-ci sualı cavablandırdıq. İndi keçək 29 və 30-a. Mətndə verilmiş süxurlar hansı ərazidə yayılmışdır? Yazırıq. Tovuzda, Əsrikçay, Zəyəmçay, Naxçıvanda Sədrək qalxması. Mətnə əsasən verilmiş süxurların yayıldığı məntəqələri müəyyən edin. Tovuzda, Əsrikçay, Zəyəmçay, Naxçıvanda Sədrək qalxması. 2 və 5. Bu qədər, yəni litosfer mövzusu asan mövzudur, sadə mövzudur. Uğurlar arzulayıram sizə.